Allahın şahidliyi ilə deyirəm ki, məsəl üçün, Qurandan hansı ayələr yazılır ki, Allahımız buyurur ki, səndən ruh haqqında soruşsalar, de. Mən də deyirəm. Hər kəs də eşidirsə, digərinə deməlidir. Ruh yalnız Rəbbinin, Allahın yəni bildiyi bir şeydir. O barədə sizə çox az bilgi verilmişdir. Bu qədər. Sonra Mələk, Mehmet Okuyanın Quran kitabı, meal təfsir, Quran, şimdi burada, niyə zərlər gəzmə, bildik, Quran kitabıdır. Bir də hansından, indi inşallah bizim, bunu sən cildətmirsən, Tariel Həsənovun tərcümə elədiyi əslində, o 2005-ci il Çıraq nəşriyyatı. İndi onlardan danışarıq. Orada vacib nüanslar var. Əsas olan da oldu ki, biz deyirik ki, danışığımızı yəni bilməliyik. Batil danışanda Allah o bir niyyədə cəza verirdi. Yəni, adama ağıl verir. Məsəl üçün, biz deyirik ki, ruhunu şeytana satdı. Ruh satılmaz. Yəni, adam əldə olan bir şeyi sata bilər də. Ancaq ruhunu çirkaba bulaşdırdı kəlməsi də biz işlədirik, yəni cümləsi. Onu bilmirəm, yəni məncə mümkün deyil, çünki mümkün deyil, düzdür. Sonra, çünki ruh Allahın öz ruhundan bizə üfürdüyü, ruhumuz yəni odur, Allahın öz ruhundan üfürdüyü ruhdur. İnşallah, indi bir dənə də deyim, ruh kinosu var, İndi deyərsən, get yeməyi yer. Bunu dayandır, momentində açanda görəcəklər ardını. Get yeməyi yer. Mələk, Mələk, bir şey deyim. Bu Elşad Mirin Quran tərcüməsi çıxacaq. Qətiyyən onu almasınlar, qətiyyən almasınlar. Orada Elşad Miri özündən nələrsə tərcümə edəcək, ayələri təkzib edir o çoxunu. Bəli. Yenə nə istəyirsən? Dedim ki, Elşad Miri ama bizə Yemen o əvvəl izləyirdim, ki, hətta mənə deyəcəksən o kafirəsindən elə bizə. Nə isə onun tərəfində durdum, gördüm ki, mümkün deyil, səs danışır, haqdan danışırsa da, təksir elədiyi ayələr çoxdur, nə istəyirsən demək, birində nə qusar. Məsəl üçün, Elşad Miri bizə öyrənmişəm ondan, məsələn, danışdı, nə deyir? Deyir ki, Allah, məsələn, haram olan şeylər buyurur nəzdə, yeməyin deyə, donuz ətini buyurur, yeməyək deyə, bizə qadağan edir daha doğrusu Allahımız. Ancaq ki, donuzun tükünə, nəsəbcəsinə, yaxud, yəni, bu məişətdə istifadə edilmə, yəni, o nəyə görə yazda düşdü? Allah adı yazılmış, Allahın adı rəsmən işindəki ad var idi. Məsələn, yazılmış vərəqi zibil qabına atmalıyam da, hamısı yığıb dənizə atacaq, onu dənizinə görürsə, yaxud baxdırdım ağacın altını toplasa. Amma onu zibil qabına atanda istədim ki, əvvəlcə fikirəm indi bir kağıza hörmət əlaməti olaraq. Sonra yakulyoqa atıram zibil qabına, atanda gördüm kağız satmırdım, sabun var idi, sabunun kağızını istədim tüküm, sonra ürəlindən keçdi ki, bu donuzdan zaten ziyadə piyindən ola bilər sabunu, sən mələk qoydun ki, mən onu edim, yəni tükdüm. Bəli, Elşad Miri o barədə düzdür, dayandı ki, yeməli. Mələk, bu jilibonlar da, yeməli yermədir. Jilibon zadalların şeylər var, onlar mən görmüşəm internetdə donuzun hətta dərsini də deyirsən, əsasın sümüklərini, heyvanların donuzun sümüklərini elə hazırlıyorlar da. Yəni, onlar hamısı olmaz. Məşətdə onlar tükündən məsəl. Axı ki, bilirsiniz də donuz nə yeyir. Olmaz, yalnız. Get.
Bizə o barədə çox az bilgi verilmişdir deyəndə, məsələn, ruh haqqında bizim bilgimiz nədir? 54 yaşım var da deyirəm ki, bədənin və ruhun canımdır. Bədənində ruh var. Bir. İkinci də ki, məsələn, deyirik ki, amma yenə də öyrənə bilmirlər ki, ruh nəsə, məsəl üçün, yuxu barədə, yuxuda ruhumuz necə olur, biri deyir, ruh gedir, getmir, getsə ölərdik. Sonra, bir də var, klinika ölüm, o barədə də baş çıxartmırlar. Nəysə, xülasə, Allahımız buyurur da ayədə ki, səndən ruh haqqında soruşsalar, deyil. Ruh yalnız Rəbbinin bildiyi bir şeydir. Sizə o barədə çox az bilgi verilmişdir. Çox az. Rəbbin bilir. Sən də nələr bilirsən, indi danışarsın inşallah. Başqa? İnşallah. Cəmişqə, dedin, bəli, mələk. Sən bir şeydən narahatsan, qoy mən bildirim, sənə danışa bilmirsən, ürəyin partlayır az qalır. Bir Laləzər, əvvəlki videolara bax, orada Raal'la bağlı müsbət sən baxmalısın. Bir də bil ki, bilirsən də, Anava Murad demişdi ki, 8 martda konturla söhbəti var, onu bilirsən. Danışdığımda hey demiş ki, mən onu bərzəxt eləyəcəm, Laləzəri bərzəxt eləyəcəm, söhb qoyur deyir, anam təkrar yığdı. O cavabımca olsun ki, niyəsinə, təkrar deməyim, amma aydın səni. Və bunu da bil ki, sənin mağazalardan götürdüyün şeylər var idi. Onu anan polisə xəbər vermişdi, özü də bildirib. Yəni, anan demişdi ki, Murad, belə şeylər eləyə bilər səni. Anan nə demişdi, onu da deyim. Polisə bölünmüşdü, demişdi ki, atası Elman onu işə düzəltmir deyə sıxıntısı olan Laləzar pul dərdindən neynəmsən, oğurluq eləmsən, mağazalardan, indi bil. Sənin düşmənlərin çoxdur və bu videoya davam edərsən baxmağa. Baxmasan, sonra xatır işləyərsən birdən. Məsəl üçün də, Laləzar, səndən xahiş edirəm, mələkdir danışan. Videoya axıra qədər bax. Və bil ki, sən bir şey bilməzsən. Murad satqındır, axmaqdır, səni bədbəxt eləmək üçün ancaq çalışır. Susursa da anana dedi, sonraki söz alacam, aldanma ona. Və bilirsən səndən nə lazımdır, tələb eləmişdim ama prokuratura söhbəti və bir ki, Laləzər. Murad özü sənin və Muradla getməsən, başqası polislərdən götürüb onların adamlarını yəni ola bilər. Sən imini polis paltarında olmayacaqlar ki. Sən sumkava nə sata bilərlər? Mağazaya girəndə. Uşağın kalaskasına, dibinə, altına, üstünə nəsə qoya bilərlər. Murad eləyə bilər. Nəsə başqa elə bir şey gəlsə, bil ki, kameranı geri tələb elə ki, qoysunlar. Və diqqətli ol, əsas diqqətli ol, diqqətli ol. Səni bədbəxt eləmək istəyən adam çoxdur, oğlunu da baxçıya qoyma. Əvvəlki videolarını işlək izlə, ardına da qulaq asarsan indi. Başla Serkan. İnşallah. Başlayaq. 86-cı, 87-ci ayələr Möminin surəsini onunla başlayaq inşallah. De, 7 qat göyün Rəbbi, o böyük əzəmətli ərşin Rəbbi sahibi kimdir? Mütləq deyəcəklər, Allahındır. Onda sən də de, elə isə Allahın əzabından qorxmursunuz. Azərbaycanda və xaricdə dünyada baş verən pisliklər ona görə ki, Allahımız buyurur Quranda, insanlar Allah vardır deyil,
Quran Allahın kitabıdır deyir. Ancaq Quran oxumurlar. Allaha yox, digər kitablara üstünlük verirlər. Allaha iftira atırlar. Allahın sözlərinə əhmiyyət vermirlər. Cür və cür əsasda Allaha, ona layiq olduğu hörməti etmirlər. Bir kitabdır da oxuya bilərlər. Məsəl üçün, reinkarnasyon adlanan bir şey var. O nədir? Məsəl üçün, birinci mənası odur ki, ruhun sürəkli olaraq təkrar bir bədənə köçməsi. Yəni, öldükdən sonra deyirlər ki, ruh hansısa digər bədənə köçür. Bu tamamilə yanlışdır. Çünki bilirik ki, indi deyərik, belədir ki, insanlar indi oxuyarıq, sabah konspekt yazmışsan, indi üzündən oxumağa çalış. İnsanlar, ikinci mənası odur ki, insanlar bəzən yaşamaqda olduqları, bu məndə də oldu, belə Nicər adında qız vardı qrupunuzda, o da müəllimdən soruşdu, dedi müəllim, bu nətər şeydir ki, bunu oxu, insanlar bəzən yaşamaqda olduqları şeyləri sanki təkrar yaşarmış kimi gəlməkdədir. Onları ya da yaşamış olduğu bir yaşadığı bir duruma daha öncə şahid olmuş kimi hiss etməkdədirlər. Reinkarnasyon odur, yəni ki, ikinci. Və ayələrə əsasən biz bilirik ki, indi oxuyarsın, tələbəs su iç biraz, deyəcəm. Allaha pənah deyə başlayır. Ruhlar bu dünyaya gələ bilərlərmi? Onlar bu dünyada olurlarmı? Ayrı-ayrı suallardır bunlar. Ruhlar bu dünyaya gələ bilərlərmi? Yaxud bu ruhlar, onlar bu dünyada olurlarmı? Bəli, olurlar. Quran hər şeyi açıqlayan kitabdır. Müminin surəsinin 23-cü surənin 99 və 100-cü ayələri. Oxumazdan öncə deyim ki, 23-cü Müminin surəsinin, yəni 6236 ayə var. Bu, oxunmadan mümkün deyil ki, adam Allaha bəndə olur, yəni adam kimi olan şeytanlaşa bilər, insan şeytana sevirlər. Amma 23-cü surənin 97-dən yox, 90-dan axıra qədər oxumaq, məsəl üçün, bu mövzuda vacibdir. Mələkə oxuyum da, yox, oxumayacaqsın sonra. Vacibdir sonra. 97-ci və 98-ci ayələrə baxıb, mən də deyirəm, ey Rəbbim, şeytanların vəsvəsələrindən sənə sığınıram Allahım. Onların yanımda olub, işlərimə xəlal qatmalarından sənə pənah aparım. Və keçək. Bu keçək. Bayaq da dedim bunu. Yazanda şeytan qoymurdu. O ayəni gördüm dedim. İndi orada yazdım. 97-98 ayələr. Sonra Müminin surəsində 99-100-cü ayələrə baxaq. Sonunda onlardan qoy oxuyum da, yox. Yaxşı yox. Gəl beləcək də. 100-cə qədər, yox, ancaq 99-100-cü. Oxu. 13-cü surənin 22-ci, 28-ci surənin 54-cü, 41-ci surənin 34-cü ayələrində də nə açıqlanır? Açıqlanır. Nə? Bir dəqiqə. Açıqlanır ki, o ayələrdəki, indi saydıqların 3 ayədə, Allahımız buyurur, məsələn, 4-cü burada Müminin surəsinin 4 ayədə, Müminin surəsində deməli 96-cı ayəsində Allahımız buyurur ki, sən kötülüyü ən gözəl şəkildə, nə deməkdir o? Sən pisliyi ən gözəl şəkildə dəf et. Sonra oxu. Qəzəbə, məsəl üçün, pis şey nədir? Qəzəbdir, cəhalətdir. Bir oxu deyərsən. Qəzəbə səbirlə, dirəşməklə. Bu birinci dirəşməkdir. Və iki nədir?
Furqan surəsində var, 63-cü ayəsində cahillərə salam deyib, onlar bizə söz atdıqları zaman vüqarla keçmək lazımdır. Allahımız buyurur və doğrudan da mən etmişdim, hər iki tərəfin sakitləşməsinə çıxarır salam deyəndə. Halbuki qızışıb, müharibə üçün dava pisi ola bilərdi. Bir, cəhalət. Cəhalətə elmlə. Bunun yerinə yetirmək istəyənlər, mənim haqqıma girənlər və digərlərə pisliklərə, yəni üst tutanlar 41-ci surənin 28-ci ayəsi daxil olmaqla 33-cü ayəsinə qədər bu da daxil olmaqla oxusunlar mütləq. Cəhalətə elmlə cavab vermək 41-in 28-33. Sonra xəsisliyə cömərtliklə. Sonra deyil, cəzaya bağışlamaqla cavab ver deyə buyurur Allahımız. Ancaq elə adamlar var ki, onları bağışladıqca daha da artırırlar zülmü və ona görə də həddi aşırırlar, ifrata çatdırırlar zülmlərini. Demək, onları Qurana əsasən etdiklərini belə qarşılamaq lazımdır ki, nə qədər onlar pis ediblərsə o qədər qarşılıq vermək olar. Ancaq həddi aşmadan, həddi aşan zaman artıq bizə özümüz həmin adamlar üçün pis olarıq, Allah cəza verər və lazım gələn vaxtlarda da qisas almaq olar. Ancaq qisas haqqında Allahımız buyurur, qisasda həyat vardır sizin üçün. Ancaq bağışlamaq anlayanlar üçündür. Bağışlamaq anlayanlar üçündür. Düşmənçilik isə zalimlərə qarşıdır. Unutmayaq. Yəni, sən nə edirlərsə durub baxmalı deyilsən. Sadəcə yaxşılığı başa düşənlər üçün pisliyi yaxşılıqla dəf edirsən və o zaman görürsən ki, bildik, ardın demək. Sonra keçək və başlayaq. Bu həqiqətdir ki, Allahımız ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Müminin surəsinin 91-ci ayəsində buyurulur ki, mənası Allahımız özünə övlad götürməyib. Ellər var, deyirlər ki, mələklər onun qızlarıdır. Mən digər pis söhbətlər də edirlər ki, oğludur. Onlar barədə çəkmişik deyirlər. Lakin səhvdir, bu böyük bir günahdır. O qeybi və aşkarı bilir və mən sizlərə ayələri Qurana əsasən açıqlayacağım. 99-cu və 100-cü ayələrə əsasən insan öldükdən sonra bərzah aləminə. İndi oxu onu sonra. 99-cu və 100-cü ayələri. Sonunda onlardan birinə ölüm gəldiyində Rəbbim məni geri göndər deyərlər. Bəlkə tərk etdiyim dünyada iyi işləri yapayım. Hayır, söylədiyi bu söz boş bir lafdan ibarətdir. Onların arasında diriləcəkləri günə qədər bir əngəl vardır. 99-cu ayədir ki, Rəbbim onları mənə... Bu nə idi? Yox, sonunda onların bir oxudu. 98-ci oxudu, o şeytanlardan sığınır. Nəsə, sonra tez-tez deməz elə. Necə oldu, hansı cümlənin üstündə durdu? Onların arkasında diriləcəkləri günə qədər bir əngəl vardır. Yəni, dünyaya qaytarılmaqlarını istəyirlər Allahdan, yaxşı işlər görmək üçün, ancaq bir əngəl vardır. Diriləcəkləri günə qədər. Burada keçən bərzah kəlməsi ölüm sonrası bir aləmin adı deyil. Dünyaya geri dönməyi imkansız qılan ölüm əngəli deməkdir. Bu ayət bildikdə o bayaqçın oğludur. Yaşlı reinkarnasyonun olmadığının dəlillərindəndir. Demək, biz oxuyarsan, davay.
Bu ayə və digər ayələr açıqlayır ki, biz öldükdən sonra yalnız qiyamət günü diriləcək və ölümü yalnız bircə dəfə dadacaq. Ancaq ölümdən bətər, məsəl üçün, yer üzünün cəhənnəmə olan psixatri yağar və qiyamət günü qiyamət günü əbədi olacaq cəhənnəm. Ölümdən bətər bir şeylərdir bunlar. 102-ci və 118-ci ayələrlə bitirək. Məhz onlar kim tərəziləri ağır gələnlər, haqqı bilib, yaşamağa cəhdlər edənlər və onu yaymaqda cihad edənlər. İndi oxuyum 102 ilə 118-ci ayələr inşallah. Mələr, 102-ci ayədə oxudum biraz sonra. Cəhd edənlər haqqı yaşamağı öyrənmək və onu yaşamaq uğrunda nələr lazımdır, Quranı öyrənmək, cəhd edənlər, tilavət edənlər, yəni o haqqı yayanlar, peyğəmbərlərimizin davamçılardırlar və nicat tapanlar da onlardır. 118-ci ayəni də oxuqsa. Buyurdu. Qar yağır, nələr? Ey Rəbbim, bizi bağışla və rəhm et. Amin. Sən rəhm edənlərin ən yaxşısın. Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən rəhimlisin. Qurban olmalı. Ay mələk, Allah xətrinə qoyuqun da. Olmaz, qoy özləri olsun. 9-cu qabağında arxasında 0 olan 90. Gelirsən. Gel istəyirəm, bütün hamısını oxuyun. Bax, daha nə demək istəyini bir ay oxu görün. Açandıram axı. Orada bir ayə, yəni orada bütün ayələr səni sevindirir ki, oxuyursan, Allah nə buyurur? İman gətirənlər oxuduqca daha da belə deyək ki, pərvazlanırlar da, yəni pərvazlanmaq söz keçməkdir, yəni bu onların imanını daha da artırır. Allahın oğlu yoxdur, o barədə səhvizdir. Allah övlad götürməmişdir. O barədə səhvizdir diyor.